Salam, hər vaxtınız xeyir. Xoş gördük hər birinizi sınaq videosunda. Deməli, bu sınaq adını da yazaq sınağın. Yaddaşda qalsın. 16 mart 2025 DİM sınağıdır. 4-cü qrup. Dövlət İmtahan Mərkəzinin 4-cü qruplar üçün keçirdiyi sınaqdır. Baxaq suallara. Deyir, hansı mərhələlərdə X qələvi deyil? Birinci mərhələdə X sudur. İkinci mərhələdə deməli HNO3-dür, bəli. Üçüncü mərhələdə isə qələvidir. Yəni burada natrium OH, kalium OH olsa, ammonium duzuna təsir etdikdə tezdən ammoniaka çevrilir. Qələvi olmayan mərhələ burada 1 və 2 olacaq, Y variantı. İkinci reaksiyada burada sirkə aldehidi alınır. Sirkə aldehidin oksidləşməsindən sirkə turşusu alınır. X və Y birləşmə üçün hansı ifadə doğru deyil? X sirkə aldehidi, Y sirkə turşusu, bu doğrudur. Y metil formiyatın izomeridir. Metil formiyat HCOO-CH3'dür və izomeridir. Bu doğrudur. Doğrudur. X asetonun izomeridir. Xeyr. Asetonda 3 karbon var. Burada 2 karbon var. Burada doğru değil. Yalnız 3. Yalnız 3'ü götürəcəyik. Yalnız 3 D variantı. Sonra X və Y maddələrini müəyyən edin. Deməli, X-dan su çıxır, Y alınır. Təzədən su birləşir, X alınır. Bu spirt geri dönür. Spirtdən alken, alkenden tezdən spirt alınacaq. Etil spirtindən başqa heç bir birli spirti dehidratlaşdırıb təzədən hidratlaşdıranda həmin spirti almaq olmur. Birli spirtdən söhbət gedir. Ona görə bir heç bir varianta uyğun gəlməyəcək. Bir heç bir varianta uyğun gəlməyəcək. Baxın, propanol 2-yə baxaq. Propanol 2-dən su çıxarsaq propen alınar. Tezdən su birləşdirsək, Markovnikov qaydasına görə H-ı çox olan 2 qat karbona, OH da ortaya gələcək, bu olar. 2-ni götürsək, X-i 2 götürsək, X-Y, X-i 2 götürsək, Y 4 olmalıdır. 2-yə 4 uyğun gəlməlidir. Və bir də baxırıq, ikili bir spirt, başqa bir spirt görək nə var. Məsələn, bu da birli spirtdir, bu isə ikili spirtdir. Buna bir dənə də baxaq. Əslində, buna da baxaram. 2 metil propanol bir. Deməli, baxın, belə. Olmayacaq o. Bu olacaq. Bu 2 metil propanol 2. Bundan su çıxsa, OH, H bu karbonların birindən çıxır. 2 qat gəlir ortaya. Orta deyəndə, bunun ortası ilə qırağıdır. Bura. Tezdən su birləşəndə, H kənar karbona, OH da ortaya. Yenə eyni maddə alınır. Yəni, mən 3 götürsəm X-i, alken olacaq 2 metil propen 6. 2'ye 4, 3'e 6. 2'ye 4, 3'e 6. Tamamilə toplu sualdır. Hələ ki, bunlar topluya uyğun suallardır. Qeyri-adi içində yox. Aldehid, spirt, ketondur bu. Y variantı. Hansı reaksiyonlarda H3PO4 alınır? 100 dərəcədə H3PO4 alınırdı. 0-da HPO3. Fosfor nitratla reaksiya girəndə həm durusu, həm qatısı. Burada durudur. Amma yenə də alınacaq. Burada isə karbonat ortosatdan sıxışdırma eləməz. Ona görə cavab 1 və 3 B variantı olacaq. Mis-2 nitrat tuzu suda məhlul hidrolizin birinci mərhələsinin qısa iyon tənliyi. Artıq bu sualları dəb halını aldı. Çox düşür. Mis-2 müsbətin HOH-la deməli, mis-2 müsbət suda H müsbət var, OH mənfi var. Sudan OH alır, mis OH, 2 müsbət və 1 mənfin cəmi 1 müsbət, yerə H müsbət qalır. Ona görə də burada yalnız 1 olacaq cavab, B variantı olacaq. Natrium nitratın termik parçalanma reaksiyası NaNO3 parçalasaq, natrium NO2 plus O2. Deməli, 2, 2, 1. Maddənin kütlə zaman qrafikinə baxırıq. Deməli, bəli, baxırıq. Burada parçalanan natrium nitratdır. N-N qədər parçalanıb. Və N alınan var. Bir də N plus 5 onda 3 alınan var. Təbii ki, bu. Baxın, natrium nitrit
Bunun MR bir dənə hesablamağa çalışaq. Natrium nitrit. Neçədir natrium nitrit? 23 üstü 14 üstü 32. 69'dur. İndi 67 hesabladım. 32 plus 14 plus 23. Kalkulatorla da düzgün hesablayamırıq. 2 molu olacaq. Vur. 138 qram reaksiyada natrium nitrit alındı. 32 qram oksigen alınır. Deməli burada n qədər alınan budur. Və n plus 5/3 də budur. Və bunlar arasında fərqə görə məsələmizi həll edəcəyik. N plus 5/3 və n arasındakı fərq 5/3'dür. 138-dən 132, eləcə 32 arasındakı fərq 106-dır. Və burada nisbət hesablasaq n hesablaya bilərik. N də eləyəcək nə qədər? Deməli 20 dəfə azalıq da bu. N elədi 1/6. Deməli burada 1/6 plus 5/3 1/6. Bunu maddə kütləsinin saxlanma qanunu ilə izah edə bilərikmi? Deməli, alınan məhsullar reaksiya girənə bərabərdir. Burada biz deyəsən tənasüb quracağıq. Daha rahat bir iş görmək istəyirdik. O sadəcə parçalananı tapmış olacaq. n-1/6 bərabərdir. Bunların cəmi nə qədər eləyəcək? Bax, bunların cəmi. Vur 2. 8/5. M 10/1 edir. Siz təbii ki burada tənasüb də qura bilərsiniz. Bura x qoyub, bura 2/85 yazıb, buradan bura bir dənə x-i sərf olunanı tapıb, üstünə artıq qalanı, yəni n-i gələ bilərsiniz. Mən maddə kütləsinin saxlanması ilə elədim, daha rahat o idi. 38 sigma rabitələrin sayı verib və fikir verin, atomların ümumi sayı sigma rabitələrin sayından bir vahid çoxdur. Bu hansı zəncirlərdə olurdu? Açıq zəncirlərdə, yəni alkin deyən kimi zəncirlərdə. Sonra x hesablayın deyir. Deyir A qram 10%, 3 A qram 30%, x faizli məhlul. M1 omega 1 kimi A vurulsun 10A plus 90A bərabərdir. X vurulsun kütlələr cəmi 4A. Hər tərəfi A'ya bölsək X 100 bölünsün 4. 100'ü 4'e böləndə 25 eləyir. Bəli, olacaq 25% məhlul. Sonra bunu kütlə saxlanması kimi də 10/1A plus 10/9A bölünsün 4A kimi də vur 100 kimi də hesablaya bilərik. Benzol homologu CN H2-6. Molekulun sigma, karbon-karbon sigma rabitələrin sayı M-1. Normalda benzol homologlarında karbon-karbon sigmaları elə karbon sayına bərabərdir. Demək ki, o benzol homologunda karbon sayı normadan bir vahid az olub. Yəni, həmişə n-dən bir vahid azdır. Yəni, bunun n-inin yerinə n-1 yazacaq. Burada da n-in yerinə n-1 yazsaq 2 n-1 -6 2n-8 olacaq. Molekulda atomların cəmdə olacaq 3n-9 3n-9 D variantı. Sonra X bunların eyni sayda elektronlar var. X2 müsbət və Y mənfidə eyni sayda elektron vardır. İyonların elektron formulu NS2MP6 kimidir. X elementin 4-cü dövrdə yerləşdiyini X elementi deyir. X elementi. Yəni 4-cü dövrdə yerləşir. 4-cü dövrdə yerləşir. Deməli 4s2 4p6-dır. 4s2 4p6 da 4s2 4p6 bu 36 eləyir. Bura 36. Onda bura 34 eləyəcək. Bura 34. Burada 35 eləyəcək. 35'e görə yazsaq 36 4s2 4p5'dirsə 35
4s2 4p5 olacaq və 4-cü dövr 7a olacaq. 4-cü dövr bir dəqiqə nəysə hesabladıq ki bağışlayın. İyonların elektron formulu bu şəkildədir. Mən götürüb atoma aid elədim. Deməli, əgər bu ns2mp6-dırsa, o atom 2 elektron verib bu şəkildədir. ns2mp6. Maraqlı sual olacaq. Baxın, x2 müsbət, ns2 np6-dır. ns2mp6-dır. Və bu x2 müsbətdir. Bunun elektronu məsələn x plus, burada gördüyümüz 8-dirsə, 2 müsbət x plus 10 olacaq. Yəni bunun növbəti elektronlar və deyir x 4-cü dövrdə yerləşir. Əgər, bayaq mən bu n-ə 4 dedim, düz alınmadı təbii ki, orada diqqətsizlik eləmişdim. Demək ki, bunun 4-cü dövr, bundan sonra 4-cü dövr açılacaq. 4s2, normalı 4s2 olacaq. Deməli, x atom şəklində 4s2 imiş. Onda 2 müsbəti, yəni 20 elektronu var, 4s2 20 eləyir. 20 elektron 2 müsbət 18 eləyəcək. Və y mənfinin də 18 elektronu varsa, bura eləyəcək 17. 17 də 3s2, 3p5-dir. 3-cü dövr 7a olacaq. C variantı. Bəli. Burada sadəcə buranı oxudum. Sadəcə diqqətsizlik elədim ki, götürüb iyonun yerinə atomu yazdım. O biraz diqqətsizliyəm. 42. Bir-birlə qarışmayan bu mayələrin sıxlıqları üçün sıxlığı çox olan ən aşağıda qalacaq. X, Y, Z ən aşağıda Y variantı olacaq. Natrium karbonat və H reaksiya əmələ gələn qaz üçün bu karbon dioksiddir. Turş oksididir, bu düzdür. Oksijende yanır, xeyr, yanmır. Doğrudur bu. Yəni doğru deyil istəyir deyə doğru dedim. Belə deyək də, bu düzdür, bu yanlışdır. Bu səhvdir, belə. Fikir olaraq. Suda məhlul lakmusu göy rəngə boyayır, bu da səhvdir. Çünki turşudur. Turşular suda məhlul lakmusu qırmızı rəngə boyayır. Hətta bu karbon qazı çəhrayı rəngə boyayır. Heç göy, nə göy, nə də qırmızı deyil. Cavab Y olacaq. Sonra, qarışığın tərkibi natrium, natriumun qarışığın kütləsi bu qədər, qarşıda maddələrin mol nisbəti bu qədər. Ondan natrium kütləsini hesablayın. Deməli, buradan biz 2 mollarını demədən orada biz artımla baxa bilərik. Natrium, 2 mol natrium baxmasaq deyəsən 2x, bu 2x, bu 2x, bu da x, 46x plus, bu neçə eləyir? 24, 48x plus, natrium oksidi 69'dur deyəsən. 46 plus 16, 69, 62, 62, x bərabər 39. Bunlar cəmləyək. 156, x bərabər 39. X eləyir 0,125 mol. Deməli, 0,125. Deməli, qarşılıqda 0,5 natrium var. 0,5 natrium hidrid var. Və 0,125 mol natrium 2O var. Bundan elə 0,5 mol natrium OH alınır. 20 qram burada. Natrium OH nəmərə 40. Buradan da elə 0,5 mol natrium OH alınır. Bu da 20 qram. Buradan 0,125 vur 2, 0,5 mol natrium hidroksid alınır. Bu da 20 qram. Cəmi də elədi 60 qram A variant. Azot biroksid və propan. Bunların hər ikisinin əməri 44. Bura nə əlavə eləsək dəyişməz. Eyni, əməri eyni olan karbon 4 oksid CO2 də 44'dür çünki. Deməli,
alınan O2'nin mol miqdarı. Bunlar hamısı parçalananda kalium 2 MnO, kalium mangan 4. Yəni əmsallar əzbər yadımdadır da mənim. Siz özünüz də əmsallaşdırırsınız görə 2 mola 1 mol O2 alınır. Həm bundan, həm kalium nitratdan, həm də natrium nitratın 2 molundan 1 mol oksigen alınır. Yəni bax bu 2 vur 158, bu 2 vur 101, bu 2 vur 85. Bunların hamısını eyni molda, eyni kütlədə götürsəm, bunlar məxrəcə düşəcək. Bax, bunlar məxrəcə düşəcək. Emer həmişə məxrəcə düşür də. Məxrəci böyük olan daha az verər. Ona görə də ən çox burada olacaq məxrəci daha kiçik olan natrium nitrat, ən kiçik kalium permanganat olacaq. NÜ1, NÜ3 böyükdür NÜ2-dən. O da böyükdür NÜ1-dən. NÜ3, NÜ2, NÜ1, C variantı. Reaksiyada neçə kilojoule istilik ayrılar? Çox sadə, əmsallaşdırıb. Əmsallaşdırıb, nə qəşəng, nə gözəl. Bu nömrə 252-dir. Bu 152-dir. Bu zaman 500 kilojoule istilik ayrılar. Şərtdə bunu A plus 20 verib. Bunu A verib, X kilojoule istilik ayrılar. Fərqə baxın. 252 ilə 152 arasında 100 qram fərq var. 100 qram fərq yarananda bunların kütlələri arasında 500 kilojoule istilik ayrılır. Şərtdə də 20 qramlıq bir fərq görürük. 5 dəfə 100 kilojoule. Cavab D variantı olacaq. Sonra 48. 1 mol orta fosfat üçün alüminium hidroksid tam reaksiya alüminium orta fosfat alınır. Deməli, alüminium 1 mol orta fosfat dursun. Alüminium 1'in 1'e. 3 əsaslı, 3 turşulu 1'in 1'e. Sonra 49. 1 mol metan, 1 CH4. 3 O2, qarşı təsir olmadan bir tam reaksiya. Biz deyirik ki, bir dənə metan 2 mol O2 ilə girir reaksiyaya və bu zaman 1 mol CO2, 2 mol da su yaranır. 1 mol metan 3 mol oksigen veribsə, oksigen 2 mol reaksiya girər, 1 mol O2 artıq qalar. 1 mol CO2 alınır bu reaksiyada və 2 mol da su yaranır. Reaksiyadan sonraki qarışıq budur. Deyir DH2-15. DH2 hidrogena görə nisbi sıxlıqdır. Oksigen və karbon qazından ibarət qarışığın hidrogena görə nisbi sıxlığı olacaq ki, burada M ortağını bilməliyik. Qazların molu eynidirsə, ədədi orta kimi. M ortamız olacaq. Oksigen və karbon qazından ibarət qarışığın M ortası olacaq. 32/16/2. Bu elədir 24. 24'ü də bölsək 2'yə hidrogenə görə bu 12 eləyəcək. Demək 1 yanlışdır. Bizdən doğru deyilləri onsuz soruşur. Tam sərf olunur. Bəli, tam sərf olunmalıdır. Bəli. CH4'ün mol payı 30%'dir. Mol payı. Reaksiyanın qaz qarışığı üçün deyir də. Bu qaz qarışığı 50%'dir. Xeyr. CO2'nin mol payı. CH4 heç yoxdur. Nə 50% heç yoxdur. CO2 mol payı 50%, bu doğrudur. Havadan ağırdır. Deməli, bu qarışıq 1 mol O2, xeyr 24 tapdım da, 24 havadan ağır deyil. 24 havadan ağır deyil. Oksigenin mol payı 75%'dir. Oksigenin mol payı, deməli, bir dəqiqə, mən karbon qazın 16 niyə yazmışam? Metan, bir saniyə, hesab səhvi var burada. Estağfurullah. Nə qədər yol düz edirsən elə, hesabda diqqətsizlik elədin, məsələ getdi, heç nə. Deməli, 32, 1 mol oksigen artıq qalıb, 1 mol da karbon qazı alınıb. Karbon qazı 44'dür, oksigen 32'dir. 32 plus 44, 76. 76'nı 2'yə böləndə bu eləyəcək 38. Hidrogenə görə də nisbi sıxlıq olacaq. 38 bölünsün 2 19. Bir onsuz yanlışdır. Havadan ağırdır, düz olacaq. Çünki 38 tapdıq, hava 29'dur. Oksigen mol payı da 75 deyil, 50-50'dir bunlar. Bu səhvdir. 1, 2, 5 yanlış olacaq. C variant. Sonra reaksiyanın sonunda artıqlanan qazın mol miqdarı, reaksiyanın qazın miqdarı, qazlanma. Deməli CO plus O2, CO2, 2, 2.
N mol bu var, M mol bu var. Reaksiyada alınan qazın miqdarı. Heç nə. Bu M mol alınıbsa, deməli, bu reaksiya 2-nin 1-ə gedir, 2 alınır. Deməli, CO tam sərf olunub ki, 2-dən 2 alınır, N-dən də N. Və bu arada oksigəndə 2 CO ilə 1 oksigen reaksiya girir. NCO ilə 0,5 N reaksiya girəcək. Amma oksigen də N verdiyi üçün 0,5 N-yə artıq qalacaq. Artıq qalan qazın molu 0,5 N olacaq. Sonra nə deyir? Halogen, bu da toplu sualıdır. Reaksiya natriumun kütləsi. Deməli, biz həmişə dəfələrlə demişdik ki, hansı halogenə daha çox natrium OH sərf olunursa, o halogenin ayırı daha kiçikdir. Yəni, çünki aşağı getdikcə ayır artır, MR artır, o cümlədə ayır artır və daha kiçik mola gəlinir. Daha kiçik mol, daha kiçik sərf olunmalar verir. Və buna görə də, bax, məsələn, halogen yazıram, natrium plus halogen. Bura 2 atdım. M qram natriuma, A qram, 2 vur X deyirəm, natrium, 2 halogen. Bu halogen ayrı kimi fikirləşin. A-nı yap. M nəyə bərabərdir? M bərabərdir 2 vur halogen bölünsün, 2 vur halogen bölünsün. Yox, daha doğrusu. 2 vur natrium vur A bölünsün, 2 vur halogen. Yəni, sərf olunan natriumun kütləsiz reaksiya girən halogen emeri ilə tərs asılıdır. Və M3 ən böyükdür, M2, M1. Hansı halogen daha çox sərf olunub natrium OH? Deməli, onun ayırı daha kiçik. Z daha yuxarıdaymış. Sonra Y, sonra X. Oksidləşdiricinin qabiliyyətinin artması da aşağıdan yuxarı. X, Y, Z variantı. Deməli, dərəcənin azalmasıdır reduksiya, artması da oksidləşmə, reduksiya. Reduksiya, oksidləşmə, reduksiya. Sonra, alken, molekul hibrid orbitalların sayı, 1 monotam məhsulların mol sayı. Alkenlərdə CNH2. Molekulda hibrid orbitalların sayı bildiyimiz kimi 4-2 pi düsturundan pi-yə 2 qoysa 4-2. Bu ad. 1 mol tam yanma məhsulların mol miqdarı. Alken yanında alınır M mol CO2, M mol da su. Məhsulların 2 bərabərdir B. A bölü B 1,8-dir. 4N minus 2 bölü 2N bərabərdir 1,8. Bunu hesablamağa çalışacağıq. 4N 2 bu 2 ilə getsə, bura 2N minus 1 qalır. 1,8N bərabərdir 2N minus 1. 0,2N bərabərdir 1, N bərabərdir 5. Bu alken C5H10-dur. Fəza izomerliyinə malikdir. Yəni, cis-trans izomerliyi var. Deməli, bunun 2 qatı ortadadır. Bu penten 2-dir. Penten 2-dir. Molekula 8 sigma rabitə sp3 s orbitalının örtülməsi hesabına yaranır. sp3 karbonların yanındakı hidrogenləri sayacağım. Bunlar 3, 6, bəli, doğrudur. Qatı sulfat turşusu iştirakçının hidratlaşmasında üçlü, xeyr. Bundan pentanol 2 alınar və ya pentanol 3 alınar, amma o dediyi alınmaz. Molekulda 2 sigma rabitə sp3, sp2 burada və burada və burada, bu doğrudur. Molekulda 3 sigma rabitə sp3, sp3 1, 2 dənə. Bu yanlışdır. Butanol 2-nin sulfat turşusu ilə dehidratlaşmasından alınır. Butanol 2, xeyr, butanol 2-nin sulfat turşusu ilə dehidratlaşmasından alınmır. Bu pentanol 2-dən alınır. Ona görə də doğru cavablar 1 və 3 olacaq burada. 54. Dəmir mis qarışığı soyuq qatı nitratla burada mis girir. Mis plus HNO3. Mis NO3 2 plus NO2 plus H2. Deməli, bura neçə düşürdü? 2 düşürdü, 4 düşürdü, burada 2 düşürdü. Sərranda 4 mol qaz alınıbsa, 2 mol NO2 alınır 64 qram, 0,4-də də bu 12,8. Deməli, mis var 12,8 qram.
Xlorid turşusuna alınan qaz. Dəmir burada xlorid turşusuna girər. Dəmir birin birə girir əslində. Reaksiyon yazmasaydım da tam olardı. 0,2 mol bu səfər qaz alınıbsa, 1 mol hidrogen alınanda 56, 0,2-yə də 11,2. 11,2 də dəmir. Bunları da toplayıb x-i tapsaq, 11,2 plus 12,8. 24. X olacaq 24 lira. Tam bu toplu sualı da. Başlanğıc sərf olunan alınan tarazlıq. Parçanın x-in ilkin molu 6. Bu tarazlığa gəlmək üçün sərf olunur 6 minus 2x qalır. Bu 2x qədər alınır, bu da x qədər alınır. X deyib 2x yazırdı. 2x x. İndi deyir reaksiya qabın həcmi. Qabda olan qarışıq 8 moldur. Bunları cəmləyib 8-ə bərabər edirəm. Cəmləsəm 6 minus x bərabərdir 8, x bərabərdir 2. X-in 2 qiymətini aparıb yerindən qoysam burada. Bu olur 2, bu olur 4, bu da olur 2. Qabın həcmi də 1-dir. Yəni molları elə qaflıq kimi baxa bilərəm. K bərabərdir sağ böl sol. 4-ün kvadratı vur 2 bölünsün 2-in kvadratı. Deməli 16, 32 böl 4, 32 böl 4, 8 eləyər cavab. İndi hesaba siz özünüz bir də baxarsınız. Ümumiyyətlə mənim elədiyim hesablara siz bir dəfə də baxın. Hal-hazırda faktiki başım bərk ağrıyır, amma yenə də izah çəkmək istəyirəm. Onunla belə hesablara mütləq baxın. Deməli, izomeri olmayan alkan havadan ağırdır. İzomeri olmayan alkanlar ilk üçdür. S1, S2, S3. Havadan ağır olan S2 ilə S3'dür. Və alkan 1 molun tam yanma sərf olan oksigen kütləsini hesablayan yanma istiliyi də tam yanma reaksiya istilik effekti bərabərdir. Deməli, bu yanarkən əmsalına 2 düşmür. Mən bunu necə öyrətmişdim? Demişdim, hidrogen indeksin bölün 2-yə. 6 bölü 2. 3. Tək rəqəmdə. Deməli, bunun əmsalına 2 düşəcək. Bunda istilik effekti nə olsa, yanma istilini tapmaq üçün 2-yə bölməli olacaq, bərabərlik olmayacaq. 8-i bölürük 2-yə, elədi 4. Cüt ədəddir. Cüt ədədsə, demək, bura 1 düşəcək. Yanma istiliyi bəli, eyni olacaq. İndi deyir ki, alkan 1 molun tam yanma sərf olunan oksigen yükünə. Bununla çox asan yolunu demişəm. Oksigen yazdıq. Oksigen əmsalı karbon plus 0,25H. Bütün karbohidrogenlər üçün. 3 plus 8 vur 0,25. Bu da eləyəcək 8, 2, 5. Demək 1 moluna 5 mol oksigen sərf olunur ki, 5-i də 12-yə vursa, 5-i də 32-yə vursa 160 qram edir. Deməli, burada nə deyir? Qatı ilə ASO2 olar. X indi burada bu əlavə, burada MiSO4 suda alınır. DSO2 alınır. Gümüş nitrat su alınır və NO alınır. Burada məsələn nədir? X hər ikisində var, deməli X sudur. X H2O-dur. Onda Z BNO olacaq, BNO olacaq. Dur olduğu üçün. Z də gümüş bir nitrat. Gümüş bir nitrat parçalansa, gümüş NO2 və O2 alınır. Gümüş NO2 və O2 alınır. C və Y əvvəlcədən tamam. C və Y bunlar qazdır. Bunlardan biri NO2'dir. Biri də O2'dir. Və B ilə C-nin reaksiyası gedir. B-yə də biz NO demişik. C NO2 və O2 demişik də. NO2 plus NO reaksiyası olmaz ki. NO2 plus O2 reaksiyası var. Özdə adi işarətdə fikir verin. Heç bir şey qoymayın. Y də NO2'dir. Y NO2 olacaq. Cavab Y. B isə Y. 58. 31,6 qram kalium sulfit, kalium 2SO3 artırmadan xlorid turşusu təsirlə X qaz əmələ gəlir. Deməli, kalium 2SO3 plus H xlor. Bura 2 düşür. Kalium xlor, 2 kalium xlor, SO3 plus H2O. Deməli, xlorid turşusu artıq miqdardadırsa, bu kalium sulfitin hamısı reaksiya girəcək. 31,6-da bunun deyəsən 0,2 mol eləyir. Bir dənə də hesablayayım. Bəli, 0,2 mol kalium sulfit reaksiya girir.
Alınan X qazının hamısı əvvəl X qazını molla tapaq da 1-ə 1. 1 mola SO2 alınır. Burada SO2 yazmışam. 0,2 mol. Baş ağrı nəticələrdir hamısı. Yorğunçuluq. 0,2 mol SO2 alınır. Alınan X qazı burada. X qazı nədir? SO2'dir. Bunu əvvəlcədən bəlli eləyək. Əvvəlcə 700 ml 0,5 molyar natrium hidroksid məhlulu ilə reaksiya daxil olur. Turş duz əmələ gətirir. 700 ml yəni 0,7 litr 0,5 molyar mol tapacaq buradan. Həmişə bunu mən demişəm ki, mol tapmalısınız. Böyle 0,35 mol. Bir əvvəlcə turş duz əmələ gəlir tabir anında. Və biz bilirik ki, SO2 natrium OH-la birin birə reaksiya girsə turş duz alınır. Yəni burada 0,2 mol SO2 var, 0,35 mol da natrium OH var. Birin birə reaksiya girib bu alınmalıdır. Biz baxırıq ki, SO2 tam reaksiya girəcək burada. Çünki kiçik, nisbəti kiçik. Və 0,2-si ilə bu 0,2-si girəcək. Və 0,15 mol natrium OH turş duz alındığı anda artıq qalacaq. Bu deyir tabir anı, bəli, orada. Daha sonra alınan turş duzu turş duz özü də mol olduğu üçün 0,2 mol turş duz alınacaq. Turş duzun müəyyən hissəsi qələmin artıq miqdarı reaksiya daxil normal duza çevrilir. Natrium HSO3 natrium OH-la reaksiya girir. Burada natrium 2SO3 alınır və su alınır. Və məsələ nədir burada? Reaksiya birin birədir yenə də. Natrium hidrosulfit 0,2 moldur, amma artıq qalan natrium hidroksid 0,15 moldur. Reaksiyada birin birə girir. Deməli, bu səfər natrium hidroksid tam reaksiya girəcək 0,15 mol və 0,05 mol natrium hidrosulfit hələ də olacaq məhlulda. Görək nə istəyir. X və turş duzun əmələ gəlmə təmlini yazın. X-i dedik SO2, yəni siz bunu sadəcə orada deyilən yerə yazarsınız. Turş duzun əmələ gəlmə təmlini də budur, burada yazın. Cavab vərəqində deyəsən, indi mən şagirdlərdən maraqlandım. Bu şagirddən deyil təbii ki. O dedi ki, orada cədvəldə SO2-də, yəni X-da nəyi soruşurdu? Sigma rabitələrin ümumi sayı və bir də rabitə yaradan elektron sayı, elektron sayını istəyirmiş. Şimdi onun yadında qalan budur. SO2-də elədir onun quruluşu. SO2-də sigma rabitələr 2 dənədir bir molekulunda. Yəqin bir molekul deyib. Əgər 1 mol deyibsə 2 mol olacaq. Yəni tam o dəqiq o da xatırlamırdı. Rabitə yaradan elektronlar da burada hər rabitəni 2 elektron yaradır. 4 dənə rabitə olduğu üçün 8 elektron olacaq. 8 elektron. İndi deyir ki, həll prosesini göstərməklə turş duzun mol sayını zamandan asılı olaraq dəyişmə qrafikli. Baxın, turş duzun mol sayı nü natrium HSO3. Zamandan asılı olaraq necə quracaq? Əvvəlcə bu 0,2 mola qədər qalxır. Həlli burada gördünüz də, bu. Və qalanın da 0,15 ilə reaksiya girir natrium 2SO3 və 0,15 molda sərf olundu. Gəldi 0,05-ə düşdü. Gələcək bax belə 0,05-də sabit qalacaq. Bax belə bir qrafik olacaq. 0,15 reaksiya girmək. Ümid edirəm ki, bu izah sizin üçün faydalı olacaq. Bacardıqca sürətli izah eləməyə, qısa yollar deməyə çalışdım. Yəni test mənə çatan kimi testdə heç bir suala belə deyək də əvvəlcədən baxmadan ki, bir ön göz gəzdirəsən filan. İlk baxışda elə mən bunu həll elədim burada. İnşallah sizin üçün faydalı olar. Bu qədər. Sağ olun.